Salam, dərsimizin ikinci hissəsinə xoş gəlmisiniz. Bugün ötən dərsimizdə öyrəndiyimiz cümlə quruluşlarını praktiki olaraq hekayə üzərində tətbiq edəcəyik. Qeyd edim ki, ingilis dili öyrənərkən kitab oxumağın rolu böyükdür. Biz əgər yeni sözləri cümlələr daxilində görüb öyrənsək, o söz yadımızdan heç vaxt çıxmaz. Həm də sözün cümlədə işlənmə formasını mənimsəmiş olarıq. Elə isə gəlin biz hekayəmizi oxumağa başlayaq. The Quiet Road. Səssiz yol. Hekayəni oxuyarkən buradakı ifadələr, sözlər, cümlə quruluşlarını hər birini nəzərdən keçirə-keçirə oxuyaq ki, bizim üçün faydalı olsun. Samirə lives in a big city. Samirə böyük bir şəhərdə yaşayır. Cümlə quruluşuna diqqət edək. Birinci, Samirə yaşayır deyirik. Yəni, Samirə lives. Harda yaşayır? Böyük bir şəhərdə. Birinci, dadə, yəni söz önü həmişə sözdən öndə gəlir. Adından da göründüyü kimi. In, on, at və s. hər zaman öndə gəlir sözdən. Necə oldu? Samirə böyük bir şəhərdə yaşayır. Every day she wakes up at 7. Hər gün o saat 7-də ayağa qalxır. İngilis dilində saatları deyərkən biz, məsələn, saat 7-də dadə demək üçün at istifadə edirik hər zaman. She walks the same road to work. O işə eyni yol ilə gedir. She drinks the same coffee. O eyni kofeni içir. Her days look the same. Onun günləri eyni görünür. Yəni təqribi olaraq eyni keçir. And she feels tired. Və o özünü yorğun hiss edir. Gəlin burada the same sözünə diqqət edək. Üç cümlə cümlənin daxilində ardıcıl olaraq the article istifadə olunub. Və bu da o deməkdir ki, same sözünün önündə hər zaman biz the article-ını istifadə edəcəyik. The same sözünün mənası isə elə eyni deməkdir. Samirə works in a small office. Samirə balaca bir ofisdə işləyir. Sözündə yəqin diqqət edirsiniz. Sözdən öndədir. In sözdən öndədir. The phone rings a lot. Telefon çox zəng çalır. And the work feels boring. Və iş sıxıcı hiss etdirir. Everyone looks stressed. Hər kəs stresli görünür. Samirə feels empty. Samirə özünü boş hiss edir. Sözün oxunuşuna diqqət edək. Empty, empty. P tələffüz edilmir. But she doesn't know its reason. Ancaq o bunun səbəbini bilmir. Reason səbəb deməkdir. One evening, Samirə walks to the bridge near the river. Bir axşam Samirə çayın yanındakı körpüyə doğru gedir. She usually goes straight home. O adətən düz evə doğru gedir. Baxın, straight home düz evə doğru deməkdir. But today she stops. Ancaq bugün o dayanır. The river is quiet. Çay səssizdir. The wind is calm. Külək sakitdir. Samirə stands there. Samirə orada dayanır. And thinks about her life. Və öz həyatı haqqında düşünməyə başlayır. Əgər mən cümlələri oxuyub tərcümə edərkən diqqət edirsinizsə, mürəkkəb cümlələri iki hissəyə bölərək tərcümə edirəm. Siz də hər zaman belə eləyin başlanğıcda. Əks təqdirdə özünüzü çaşdırmış olacaqsınız. She understands something important. O vacib bir şeyi başa düşür.
She lives without feeling. O hissiz yaşayır. She works, eats, sleeps. İşləyir o, yatır və yeyir. Yəni günləri standart keçir. Nothing changes. Heç nə dəyişmir. She wants something different. O fərqli bir şey istəyir. The next morning, she takes a new road to work. Növbəti səhər o işə getmək üçün başqa bir yol götürür. Yəni başqa bir yolu sınaqdan keçirir. The buildings look new to her. Oradakı tikililər, yəni binalar ona yeniymiş kimi görünür. She feels a little excited. O özünü biraz həyəcanlı hiss edir. On the corner, she sees a small bookshop. Küçənin tinində o balaca bir kitab mağazası görür. She goes inside. O içəri daxil olur. The shop is warm and peaceful. Mağaza istidir və huzurludur. An old woman works there. Yaşlı bir qadın orada işləyir. She smiles kindly. O mehribancasına gülümsəyir. Samirə chooses a book about simple life. Samirə sadə həyat haqqında bir kitab seçir. The book says that small changes can help people feel better. Kitabda deyilir ki, kiçik dəyişikliklər insanlara özlərini daha yaxşı hiss etmələrinə kömək edir. Samirə likes the message. Samirə bu mesajı xoşlayır, bəyənir. She buys the book. O kitabı alır. Every day after that, Samirə visits the bookshop. Bundan sonra elə hər gün Samirə həmin kitab mağazasına baş çəkir. Sometimes she reads. Bəzən o oxuyur. Sometimes she just sits quietly. Bəzən o sadəcə sakit oturur. The old woman tells her short stories. Yaşlı qadın ona qısa hekayələr danışır. She listens and feels calm. O dinləyir və özünü sakit hiss edir. Weeks pass. Həftələr keçir. Samirə still works and walks the same streets. Samirə hələ də işləyir və eyni küçələrlə hər gün gedir. But now she sees more things. Ancaq indi o çox şeyləri görür. The morning sun, the birds, the people's voices. Sabah günəşi, quşlar, insanların səsləri. These small things make her feel alive. Bu kiçik şeylər ona özünü daha yaxşı hiss etdirir. One evening, she stands on the bridge again. Bir axşam o yenidən körpünün üzərində dayanır. The river still moves slowly. Çay hələ də asta bir şəkildə axır. This time, Samirə feels relaxed. Bu vaxt Samirə özünü rahat hiss edir. She knows life changes little by little. O bilir ki, həyat az-az, tədricən dəyişir. Little by little kontekstdən asılı olaraq tədricən, az-az mənasını ifadə edir. Small steps help her grow. Kiçik addımlar ona böyüməyə kömək edir. The quiet road is the same, but Samirə is not the same anymore. Səssiz yol hələ də eynidir. Ancaq Samirə eyni deyil. Hekayəmiz bu qədərdir. Hekayəmizin daxilində istifadə olunan bütün sözlərin lüğətini ardıcıl olaraq qeyd etmişəm. Həmin bu lüğəti əgər arzu edərsinizsə, lüğət dəftəri
özünüz üçün tutub orada qeydiyyat apara bilərsiniz. Və həmişə çalışın ki, yeni sözlər öyrənəndə kontekst daxilində öyrənin. O zaman həmin sözlər sizin yadınızda daha yaxşı qalacaq. Həmçinin siz o sözləri heç vaxt unutmarsınız. Və həmin sözlərin cümlədə işlənmə formasını çox yaxşı bir şəkildə mənimsəmiş olarsınız. Əgər yeni öyrəndiyiniz hər hansısa bir sözü cümlə daxilində görməsəniz, o sözü siz heç vaxt öz cümlələrinizdə istifadə edə bilməyəcəksiniz. Ona görə də çalışın ki, həmişə sözləri kontekst daxilində öyrənəsiniz. Videonu saxlayaraq həmin lüğəti elə buradaca öyrənə bilərsiniz. Dərsimiz bu qədərdir. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşərik.